Test imzasına baxırıq. Osmanlı 17-20-ci əsrin əvvəllərində mövzu 26. Osmanlıda durğunluğun daxili səbəblərinə aid deyil. Daxili səbəblərinə. Mərkəzi hakimiyyətin nüfuzdan düşməsi düzdür. Ordu quruculuğuna nöqsanlar düzdür. Elm və təhsilin tənəzzülü düzdür. Güclü dövlətlərlə əhatələnməsi bu onun xarici səbəbləridir. Lalə dövründən fərqli olaraq 1-ci Mahmudun hakimiyyət illərində bəzi yeniçəri birliklər var idi, bu Lalə dövrüdür. Əsas diqqət xəzinənin doldurulmasına yönəldilmiş, bu da Lalə dövrüdür. Ordu quruculuğuna xüsusi diqqət yetirildi, bu artıq Mahmudun dövrüdür. Çünki Lalə dövründə ordu quruculuğuna diqqət yönəldilmirdi. 3-cü Səlimin dövründə Osmanlının səfirlik açdırdığı ölkələri xəritədə İngiltərə, Fransa, Avstriya. İngiltərə, Fransa 1-2. Bu ərazidə Avstriyadır. Yəni göstərsək 4 İtaliya, 3 İspaniya. Osmanlı dövlətinin 19-cu əsrin 2-ci rübü və 19-cu əsrin 4-cü rübü üçün oxşarlıq təşkil edir. 19-cu əsrin 2-ci rübü, yəni 1826-dan 50-yə qədər. 3-cü rübüdə, 4-cü rübüdə 76-dan sona qədər. Baxaq. Kiprin başqa bir dövlət icarəyə verilməsi, bu ancaq 78 2-ci rübdür. Parlamentin fəaliyyət göstərməsi ancaq 2-ci rüb. Müqəddəs birliklə uğursuz müharibə aparması, bu ümumiyyətcə 17-ci əsrdir. Yeni Osmanlılar cəmiyyəti ancaq 1865-dir. Məğlub olaraq Rusiya ilə sülh imzalanması bunu götürə bilər. 1829 Ədirnə, 78 Berlin. Dnestr çayı Rusiya ilə Osmanlı arasında sərhəd olmuşdu, yazısı müqaviləsi 1791. Ven diaqramına əsasən uyğunluğu müəyyən edin. Buxarest sülhü, Ədirnə sülhü. Rusiya və Osmanlı arasında oxşarcı. Bessarabiya Rusiyaya verildi, Buxarest 1812, Ədirnə 29-dur. Osmanlı məğlub dövlət kimi təzminat ödəmədi, bu ancaq Ədirnədədir, 2-yə. 19-cu əsrin 2-ci rübündə, yəni 29 2-ci rübə düşür. Ədirnə 2-yə. Serbiya müstəqillik əldə etdi, Serbiya müstəqillik alıb Berlin konqresində Ədirnədə muxtariyyət almışdı. Ona görə Y olmaz. Deməli 1-ə B, 2-yə A, yox 2-yə yox, oxşara A, 3-ə də C, 2-yə də C nəndir? D variantı. Köprülü Mehmet Paşanın islahatlarının nəticəsi ilə bağlı verilmiş məlumatlardan neçəsi doğrudur? Deməli, dövlət büdcəsinin kəsirlər artıq xeyli azaldı. Mərkəzi Əsədəki üsyanlar, Mərkəzi Əsədə yox, Çanaqqalda üsyanlar yatırdı. İslam alim arasındakı mübahisələr başladı, xeyr, dayandırdı. Orada nizam-intizam pozuldu, xeyr. Çanaqqalanı mühasirəyə almış Avstriya qüvvələri, Çanaqqalanı mühasirəyə almış Venesiyanı məğlub edildi. Burada heç bir düzgün məlumat yoxdur. Hansı Osmanlı sultanı yeni Osmanlılar tərəfindən hakimiyyətə gətirilib, gənc türklər tərəfindən hakimiyyətdən endirilib, təbii ki, 2-ci Əbdülhəmid 76-da gəlib, 1990-da gedib. Osmanlının Afrikadakı sonuncu mülkünü itirməsi ilə nəticələnən müharibənin başa çatmasından neçə il əvvəl Roma papasının təşəbbüsü ilə ona qarşı birlik yarandı. Osmanlı Afrikadakı sonuncu mülkünü itirdi 1912 Trablis müharibəsi. Ondan əvvəl də 1684-də yaranıb, 1684. Deməli, 12-dən 4 çıxanda 8, və burada 228. Ədirnə sülhünə görə muxtariyyət almış hansı ərazi? Berlin konqresinə görə. Elə bayaq dediyimiz məsələ. Ədirnədə Moldova, Valaxiya, Serbiyaya muxtariyyət verildi, amma Berlin konqresində Serbiyaya müstəqillik verildi. 3-cü Əhmədin məğlub olduğu Avropa dövlətlərini müəyyən demək, səfəvləri çıxırıq, əfşarları çıxırıq. 1-i 4-ə çıxardırıq. Baxın, 2-dən 3. Avstriya, Venesiya. Osmanlıya məxsus hansı ərazi uğrunda gedən mübarizə nəticəsində şərq məsələsi Avropa dövlətlərinin xeyrinə həll olmadı? Təbii ki, Misir. Misir olacaq 5. 5-dən də 1. 3 Avstriya, 2 də Ukrayna. Uyğunluğu müəyyən edin. Yeniçərilərə 3 aydan bir əlavə maaşlar dayandırdı. Bu 3-cü Səlimdir. 1-ə C. Yeniçərilər əsasını tamamilə ləğv edən Mahmud. 2-yə də B. 1-ə C, 2-yə B, B variantı. Ardıcıllığı müəyyən edin. Lalə dövrünün başlaması 1718. 3-cü Əhmədin hakimiyyətin devrilməsi 1730. Xəzinəyə qərat etmək üçün bəzi yeniçərilərin ləğv edilməsi, bu Lalə dövrünün başlamasından sonradır. Yəni 18-dən sonra. Hərbi vəzifəsini yerinə yetirməyənlərdən Timar və Ziyamət alması, bu da 3-cü Səlim 1789. Deməli, olacaq Lalə dövrü başlasın, sonra üsyan keçsin, bəzi yeniçərilərini ləğv eləsin, 1-3, 2-4, 1-3, 2-4, D variantı. Sultan II. Mahmudun hakimiyyət illərinə aid doğru variant hansıdır? Rusiya ilə imzalanmış müqaviləyə görə
Osmanlı ilk dəfə Qara dənizə çıxış əldə etdi. Osmanlı ilk dəfə Qara dənizə 1774 Kiçik Qaynardır. Mahmud hakimiyyətə gəldi 1808-dən 39-a qədər. Osmanlıda Tənzimat-ı Xeyriyyə hərəkəti başladı. Yox, Əbdülməcid Bolqarıstanın Osmanlıdan asılı knyazlığa çevrilməsinə bağlı müqavilə imzaladı. Berlin 1878. Hərbi lensiyum tətbiq edildi. Xeyr, ləğv elədi. Avropa nömrəsi nazir yaratmışdı. Bəli. 15 Y variantı. Müqəddəs birliklə aparılan müharibələr nəticəsində Osmanlı hansı ərazidə xeyli ərazi? Təbii ki, Mərkəzi Avropa. İbrahim Paşa Osmanlının əvvəlki qüdrətinin bərpa olması üçün ilk növbədə nəyin vacib olduğunu qeyd edirdi? Təbii ki, boşalmış xəzinənin doldurulması. Elə ona görə dövlətin sonunu gətirir. Krım xanlığının müstəqil elan edilməsindən neçə il sonra xanlıq Rusiya tərəfindən işğal olundu? Müstəqil elan edilib 1774, işğal olunub 1783. Bu da çıxanda eləyəcək 9. Daha sonra baş vermiş. Navarin dəniz döyüşü 1827. Gülxanlı xətti şərəf adlı fərman 1839 Əbdülməcid. Yeni Osmanlılar 1865. Berlin Konqresi imzalanıb 1878. Ədirnə sülhü 1829. Daha sonra ən gec dediyinə görə təbii ki götürəcək Berlin Konqresi. Balkan İttifaqına daxil olan ölkələri seçilib. Bolqarıstan, Serbiya, Yunanistan, Çernogoriya. Osmanlı Albaniyanı çıxdıq. 1, 3, 4 A variantı.